Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bu videoda çox ləzzətli, dadlı, özünə məxsus dadı olan zoğal döyməci hazırladım. Turş məzələrdən xoşlanan insanlar üçün bu videonun xüsusi öz yeri var. Resepti baha olmayan bir məzədir. Əvvəlcə göyərtiləri hazır edirəm. Onun üçün nanələri bax belə təmizləyirəm. Qara yarpaqları yığışdırıram. Deməli, bax budağın qalın hissəsini götürürəm. Bizə lazımdır ki, döyməcə göyərtilərin zərif, incə hissəsi əlavə olunsun. Elmira Qadirovanın YouTube kanalında artıq albalı göyəm döyməcin videosu var. Zoğal döyməsi isə dadı tamam başqadır. Amma yenə də çox ləzzətlidir. Və niyə vurğuladım ki, turş məzələri xoşlayan, yəni hətta zoğal döyməcini belə düşbərə hazırlayanda düşbərənin içinə də əlavə edib yemək olar. Baxın, görün, göyərtiləri bax bu cür təmizləyirəm, xarab yarpaqları yığışdırıram. Bu şərtidir. Qışa hazırlıq edəndə çalışın, göyərti keyfiyyətli olsun, tərəvəz keyfiyyətli olsun. Yəni, bir tərəvəzin, bir göyün xarab hissəsi sizin qışa hazırladığınız bağlantını tam məhv edə bilər. Videonun prosesində ara sıra sizə faydalı məsləhətlər də verirəm və əgər siz video diqqətlə baxırsınızsa, siz bütün o faydalı məsləhətlərə riayət edin. 2 kilo tumlu zoğalı təmizləmişəm, yumuşam, suyu çəkilib və indi tumundan ayırıram. Mən bax bu cürnə tumundan ayırıram. Siz necə istəyirsiniz, sizə necə rahatdır, siz elə də edə bilərsiniz. Və zoğal döyməci hazırlayanda çalışın zoğal biraz bərk olsun ki, əlinizdə tumun çıxardan zaman zoğal çox əzilməsin. Zoğalı təmizlədim, tumları çəkdim, düz yarım kilo tum çıxara çıxdı. Əlimdə tərtəmiz kilo yarım zoğal qalır. Yəni yenə vurğulayıram, 2 kilo zoğaldan təmiz yerdə 1 kilo yarım zoğal qalır. Göyərtiləri xırda doğrayıram. Yəni videoda göstərdiyim kimi bir dəfəyə 3 göyərtini bax belə dəstələyirəm, doğrayıram. Zaten ancaq yarpaqlardır. Amma şərtidir ki, zoğal döymək üçün doğranan göyərti xırda olmalıdır. Sual olar ki, onlar ət çəkəndən keçirdi, məsləhət deyil. Göyərtini xırda doğrayandan sonra əlavə olaraq bir daha da, baxın görün, videoda göstərirəm, bax belə xırdalayıram. Bunu ola bilər ki, kimsə fikirləşə bilər ki, blenderdan da keçirtmək olar, amma blenderdan keçən göyərtinin arasında və bu cür doğranan göyərtinin arasında böyük fərq var. Və eyni qaydayla sarımsağı da xırdalayıram. Yenə də sual ola bilər ki, sarımsaq əzəndən keçirdək, blenderdan keçirdək. Zoğal döyməcin sarımsağı bu cür xırdalanmalıdır. Yenə də məsləhət sizindir. Sizə necə rahatdır, elə də edin. Amma bax bu cür olmalıdır. Bu döyməcdə istifadə edən ərzaqlardan 4-500 qramlıq banka döyməç alındı. Mənim əzizlərim, əgər siz hazırlayıb
dadını bəyənsəz və istəsəz ki, sizdə biraz da çox olsun, siz həmin bu resepti 2 dəfə artıra bilərsiniz. Xırdalanmış sarımsağı əlavə elədim göyərti ilə zoğalın üstünə. Qaşıq yarım şəkər, dolu olmayan xörək qaşığı duz əlavə edib yaxşıca qarışdırıram. Zoğal biraz bərkdir deyənə yarım armudu stakan qaynar su əlavə edirəm ki, bir balaca sulu olsun və alınan döyməci yığıram 500 qramlıq bankalara. Niyə 500 qramlıq bankalara? Ümumiyyətlə açılan banka çox qalmasın. Çox da ki biz bunu soyuducuda saxlayırıq. Ona görə də döyməcdir, ikradır, liçodur, məsləhətdir ki, balaca bankalara bağlansın. Məsələn, əgər sizin evinizə qonaq gəlibsə və siz bunu süfrəyə qoyursunuzsa, deməli bu bir banka 8 nəfərə tam bəs edir. Bankaları doldurdum. Qaynadılmış qapaqları qoyuram ağızlarına. Bax, belə bir dəsimal qoyuram qazanın dibinə, bankalarımızı qoyuram qazana və su ilə doldururam. Mən sizə indi göstərəcəm, su bankaların harasına qədər olmalıdır. Bax, bura qədər. Və qoyuram qaynamağa. Artıq su qaynadı və düz 40 dəqiqə bankaları qaynadıram. Tavanı da ona görə qoymuşam bankaların ağzına. Biraz yüngüldülər, qapaqların qalxmaq ehtimalı var və qazandakı su sıçraya bilər. Ona görə tavanı qoymuşam ağzına ki, problem yaranmasın. Artıq 40 dəqiqə keçdi. Bankalarla qazanı qoyuram dəzgahın üstünə və indi hər bankaya 70% olan esensiyadan əlavə edəcəm. Çay qaşığının ucunda və siz videoya baxanda hətta görəcəksiniz ki, bax bu birinci bankadır. Bax, çay qaşığın ucunda. İkinci bankaya tökəndə çay qaşığın içinə esensiya biraz çox töküldü. Mən onu qaytarıram, ona görə ki, çox olmaz. Zoğal özü də turşdur, amma bu zamanətdir. Görürsünüz ki, təzədən qaytarıram butulkaya, artıq istifadə eləmirəm. Və indi başlayacağım bir-bir qapaqları bağlamağa. Və bu səfər heç olmayan bir şeydir. Döyməci bağlayan zaman məndə belə bir hal yaşandı ki, bəzi qapaqlar bağlanmırdı. Elə bil ki, bir balaca enli idi bankanın ağzından. Ona görə də yaxşı ki, yanında məndə bir üsul var. Mən həmişə qapaqları qaynadanda artıq qaynadıram. Yəni görürsünüz ki, 4 banka döyməcdir və mən 4 qapaq yox, 10 qapaq qaynatmışam. Yaxşı ki də belə etmişəm. Yoxsa ki, mənim işim yarımçı qalacaqdı. Mən təzədən gərək qapaq qaynadardım və döyməclər artıq soyuyacaqdı. Və mən bax bu məsləhəti sizə verirəm, siz də bundan istifadə edin. Yəni kim ki rezbavoy qapaqlarla işləyir, həmişə qapaqları biraz artıq götürün. Yəni siz əgər qapaqları qaynatsaz və heç bir problem yaranmasa, qapaqlarınız qalsa, soyandan sonra heç bir problem yoxdur. Siz təzədən o qapaqları istifadə edə bilərsiniz. 4 banka döyməci bağlayana qədər 2 qapaq yaramadı, amma problem yox idi və bağladım, yoxluyuram və bankaları ağzı aşağı qoyuram həmin o qaynayan suyun içinə. Ta ki su soyana qədər. Ümumiyyətlə qapaq alanda heç kim zəmanət verə bilməz ki, bu qapaqlarda problem yoxdur. Bu olan bir şeydir. Onun üçün də qapaqları qaynadanda mütləq 4-ün, 5-in artıq qaynadın ki, işin prosesində sizə problem yaranmasın. Rezbavoy qapaqlarla işləyəndə bu məqamlara fikir versiniz, çox yaxşı olar və nəticəyə baxın. Siz bunun rənginə baxın.
Siz bu döyməcin gözəlliyinə baxın. Dadın bilməkdən isə siz nə etməlisiniz? Alıb, hazırlayıb, nuş eləməlisiniz və çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.